Risk həddi hər bir investorun götürə biləcəyi risk dözümlülüyüdür. Yəni, hər bir investor bazarda özünə uyğun risk həddini müəyyən edir və buna uyğun olaraq strategiya müəyyənləşdirir. Hər bir investor qarşısına qoyduğu məqsədə uyğun strategiya ilə işləyir və buna uyğun risk həddini müəyyənləşdirir. Əgər qısa müddət ərzində daha çox qazanc əldə etmək istəyirsə, o daha riskli alətlərə meyl edir və səhmlər, kriptolarla ticarət eləyərək qısa müddət ərzində daha çox gəlir əldə etmək imkanı qazanır. Əgər uzun müddətə kapital artımını nəzərdə tutursa, o zaman strategiyasında müvafiq alətləri seçərək daha uzun müddətə müvafiq gəlir faizini müəyyən edən alətlərlə ticarət edir. Bunlara da yenə səhmlərin bəzilərini, qızılı və valutaları qeyd etmək olar. Risk təsadüfi ölçülmür, öyrənilir və analiz olunur. Əgər yatırımlarında risk idarə etməsini öyrənmək istəyirsənsə, buyurub kurslarımıza yazıla bilərsən.